şagirdlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü yeni qayda izahımız have qaydasıdır. Have malik olmaq deməkdir. Yəni qısa şəkildə desək, kiminsə nəyisə var demək üçün biz have-dən istifadə edirik. Have feili şəxslər üzrə dəyişir. Deməli, I, you, we, they şəxslərində biz have-dən istifadə edirik. He, she, it-də isə has-dən istifadə edirik. Gəlin nümunə cümlələrə baxaq. Burada siz daha aydın başa düşmüş olacaqsınız. I have mənim var deməkdir. I have a car, mənim maşınım var. You have a bike, sənin velosipetin var. He has a big house, onun böyük evi var. She has long hair, onun qadın cinsi uzun saçları var. It has a black nose, onun qara burnu var. We have a small classroom, bizim kiçik sinif otağımız var. You have a pencil case, sizin qələm qabınız var. They have two sisters, onların iki bacıları var. Uşaqlar, sual formasını düzəltməkdən ötürü bizə do və does köməkçi feilləri kömək edir. Do və does köməkçi feilləri vasitəsilə sual formasını düzəldirik. Burada diqqətli oluruq. Deməli, sual formasında do keçir cümlənin önünə. Do I have, do you have, do we have, do they have formasından istifadə olunur. Üçüncü şəxsin təkində biz də sual verərkən does-dan istifadə edirik. Does he have? Burada diqqətli oluruq. Hər iki şəxsdə, yəni he, she, it-də də biz sual verərkən has-dən yox, have-dən istifadə edirik. Does she have? Does it have? Burada have-ə mütləq hər zaman diqqət edirsiniz. İndi buna aid də nümunə cümlələrimizə baxaq. Do I have a car? Do you have a bike? Sənin velosipetin var. Does he have a big house? Onun böyük evi var. Does she have long hair? Onun uzun saçları var. Does it have a black nose? Onun qara burnu var. Bir də uşaqlar, bu üçüncü şəxsin təkində biz bilirik ki, ola bilər ki, bizim mübtədamız he, she, it olmasın. Bunun əvəzində burada he-nin yerində ola bilər kişi cinsinə aid olan isimlər. Məsələn, əmi, ata, qardaş, yaxud da oğlan adları. Bu zaman yenə də biz eyni bu strukturdan istifadə edirik. Ola bilər ki, mübtədamız, yəni cümləmizdə she-dən istifadə olunmasın. Amma onun yerində qız adları olsun, yaxud da qadın cinsində olan isimlər olsun. Məsələn, ana, bacı, bibi, xala, nənə, yaxud da qadın adları. It cansızlara, heyvanlara aiddir. Eləcə də ölkə və şəhərlərdə it ilə əvəzləyə bilirik. Əgər cümlədə iti görməsəz, onun əvəzində məsələn görsəz ki, pişik, it. Məsələn, does the cat have a black nose? Məsələn, pişiyin qara burnu var. Belə də qarşınıza çıxa bilər. Digər cümləmiz, do we have a classroom? Bizim kiçik sinif otağımız var. Do you have a pencil case? Sizin qələm qabınız var. Do they have two sisters? Onların iki bacısı var. Qısa cavablar vermək üçün təsdiqdə və inkarda bu ifadələrdən istifadə edirik. Hansı köməkçi feillə, yəni do-la sual vermişiksə, cavab da verəndə yes I do deyirik, yaxud does-la sual vermişiksə, deyirik yes she does. Yes I do, bəli mənim var. Tutaq ki, soruşur ki, do you have a car? Sənin maşının var. Yes I do, bəli var. Əgər inkar demək istəyiriksə, deyirik no I don't. Does she has a sister? Onun bacısı var. Deyirik yes she does, bəli var. Yaxud da no she doesn't, xeyir yoxdur. Burada uşaqlar diqqət edirsiniz ki, no yazmışıqsa mütləq doesn't da yazmalıyıq. Doesn't, does notun qısaldılmışıdır. Siz bunu does not kimi də görə bilərsiniz.
qısaldılmış formada doesn't kimi də görə bilərsiniz. Eyni zamanda da don't do və not'un qısaldılmışıdır. Burada isə doesn't-dan don't-dan istifadə edirik. İnkar formanı düzəltməkdən ötürü biz don't-dan, don't have-dən və doesn't have-dən istifadə edirik. Yenə də uşaqlar 3-cü şəxsin təkində doesn't-dan istifadə edirik. Doesn't-ın yanında mütləq fikir verir ki, yenə də burada has olmur, have-dən istifadə edirik. I, you, we deyəndə biz don't have-dən istifadə edirik. Yəni mənim yoxdur, sənin yoxdur, bizim yoxdur, onların yoxdur. He, she, it-də doesn't have-dən istifadə edirik. Bu da onun yoxdur mənasına gəlir. Bir də diqqət eləməli olduğumuz bir məqam var ki, deyəndə Azərbaycan dilində deyirik ki, mənim var, sənin var, onun var. Bu Azərbaycan dilində yerlik əvəzliklərdir. Amma ingilis dilində burada biz şəxs əvəzliklərindən istifadə edirik. Bunu da mütləq yadınızda bu formanı saxlayırsınız ki, I have, mənim var. Yəni bundan daha dəqiq xatırlamış olacaqsınız qaydanı. Baxırıq inkar formada olan cümlələrimizə. I don't have a car, mənim maşınım yoxdur. You don't have a bike, sənin velosipetin yoxdur. He doesn't have a big house, onun böyük evi yoxdur. She doesn't have long hair, onun uzun saçları yoxdur. It doesn't have a black nose, onun qara burnu yoxdur. We don't have a small classroom, bizim kiçik sinif otağımız yoxdur. You don't have a pencil case, sənin qələm qabın yoxdur. They don't have two sisters, onların iki bacıları yoxdur. Uşaqlar, indi isə gəlin öyrəndiyimiz qaydanı bu bir neçə cümlənin üzərində tətbiq eləyək. Baxırıq cümlələrimizə, siz burada videonu dayandırırsınız. Bunları özünüz üçün dəftərdə qeyd eləyirsiniz. Növbəti slaydda mən bunları düzgün variantları ilə sizə təqdim eləyəcəm. Deməli, baxırıq Tim. Tim bilirik ki, 3-cü şəxsin təkidir, oğlandır. Bunu he ilə əvəz eləyirik. Ona görə də yazırıq Tim has 4 pencils. Jack and John. Baxmayaraq ki, hər ikisi də oğlandır, amma uşaqlar burada söhbət 2 nəfərdən gedir. Cəmdədir. Biz şəxs əvəzlikləri ilə əvəzləmə mövzusunda bunları keçmişdik. Bilirik ki, əgər çoxlu adamdan söhbət gedirsə, bunu Z ilə əvəzləyirik. Z ilə də biz have-dən istifadə eləyirdik. Deyirik, Jack and John have a ball. Jack və John'un bir topu var. My mother has a red bag. My mother, mənim nənəm, qadın cinsidir. Əvəzləsək she ilə əvəzləyirik. Ona görə də bura has yazırıq. Has a red bag. Sonra digər cümlələrimizə sual formasında yazmalıyıq. Burada görürük you, şəxsimiz you'dur. Ona görə deyirik, do you have a pet? Sənin ev heyvanın var. İkinci cümləmizdə your sister. Your sister, sənin bacın. Bir dənə bacıdan söhbət gedir. Qadın cinsidir bacı. She ilə əvəzləyirik onu beynimizdə və ona görə də burada does yazırıq. Does your sister have a doll? Sənin bacının gəlinciyi var. Növbəti 2 cümləmizi isə inkarda yazmalıyıq. Burada da my brother, mənim qardaşım. Doesn't have a toy. Mənim qardaşımın oyuncağı yoxdur. Uşaqlar, əgər burada my brother deyil, my brothers olsaydı, mənim qardaşlarım, o zaman cəmdə olardı və biz burada don't have-dən istifadə eləyərdik. Sonuncu cümləmizdə I ilə də bilirik ki, inkarda I don't have-dən istifadə olunur. I don't have blue eyes. Mənim mavi gözlərim yoxdur. Qaydamız bu qədər uşaqlar. Ümid edirəm ki, artıq sizin have, has qaydasında heç bir çətinliyiniz olmayacaq. Siz asanlıqla mənim var, yaxud da digər bir şəxsin var, yaxud da yoxdur kimi cümlələri asanlıqla həm sualda, həm inkarda, həm də təsdiq cümlələrdə işlədə biləcəksiniz. Hər birinizə uğurlar.